Ulu Öndər Meyyis Heydər Əliyevin atasının məzarını ziyarət etməyə özümə bir sözdən borc bildim. Bildiyimiz kimi bu gördüyümüz dahi şəxsiyyət Ulu Öndər Meyyis Heydər Əliyevin atasıdır. Əliyev Əli Rza Cəfəroğlu 1884-cü ildə dünyaya gəlir və Azərbaycan Respublikasında bir çox işlər olur və illər keçir 1943-cü ildə dünyasını dəyişir. Ən əsas da bunu demək istəyirəm ki, Əli Rza müəllim Azərbaycan Respublikasına Ulu Öndər Meyyis Heydər Əliyev kimi bir övlad yetişdirir və Ulu Öndər Meyyis Heydər Əliyevin sayəsində Azərbaycan Respublikası ayaqda qalır. Və daha sonra isə Ulu Öndər Meyyis Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan Respublikasına elə bir övlad yetişdirir, möhtərəm prezidentimiz İlham Əliyev. İndi necə deyim, 2026-cı ildir. Nəinki bəzi ölkələrdə Azərbaycan Respublikası möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində dünyada tanınır və möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan Respublikasının işğalda olan torpaqları azad olur. Həmçinin şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində. Nəysə, bunu çox efirə vermək istəmirəm. Bu hörmətli adam, hörmətli izləyicilər, yadda saxlayın. Bu Əli Rza Əliyev, Heydərin atası, İlham Əliyevin babası. Hamamlarda daşşaq qırxan olub. Daşşaq qırxan, özdə biri var müasir daşşaq, bununla qırxasan daşşaqlarını. Biri var ki, babası, İlhamın babası Əli Rza staroqla şeylə qırxmayıb, ülgüzlə daşşaq qırxıb. Hamamlarda kisəçi olub, daşşaq qırxan olub. Bu müəllim Hasan olub, sənin ölünün dilini yaltaq oğraş balası. Bu niyə müəllim olub? Bunun öz peşəsi var da, daşşaq qırxan. Daşşaq qırxanla müəllim çıxmaz ay camaat. Əli Rza Əliyev, İlham Əliyevin babası, Heydərin atası. Daşşaq qırxan olub. Müəllim olmayıb, hörmətli adam olmayıb. Daşşaq ülgüclə hamamlarda vəzifəli şəxslərin daşşaqlarını qırxıb. Budur. Heydər onun oğludur. İlham belə daşşaq qırxanın nəvəsidir. Siz bizə nağıl danışmayın. Siz bizə yox, düzməyəm, sən razı deyiləm. Niyə? Qətiyyən razı deyiləm. Vallahi də billahi də. Böyle təzdən bu çıxışı verirəm baba. Bax, incə sözə bax, incə. Bax. Ulu Öndər Meyyis Heydər Əliyevin atasının məzarını ziyarət etməyə özümə bir sözdən borc bildim. Bildiyimiz kimi bu gördüyümüz dahi şəxsiyyət Ulu Öndər Meyyis Heydər Dahi şəxsiyyət. Dahi şəxsiyyət bilirsən nə deməkdir? Dünyada, məsələn deyim də sən, məsələn Isaac Newton var, fizik, dünyanın ən güclü fizik. Məsələn Einstein gəldi, ondan da güclü fizik oldu. Görürsən, dahi şəxsiyyətlər də bunlar. İndi bu doğrudan da daşşaq qırxmaq uğrunda, daşşaq qırmaq üçün bundan güclü daşşaq qırxan adam tanıyırsan, bax sən ölənlərinin coru. Gör nə yan verdim ha. Bax Əli Rza Əliyevdən güclü, gözəl, daşşaq qırxan ikinci bir adam tanıyırsan mı? De. Mən özümü də tərifləyərdim, amma yenə də... Sən özün öz daşşaqların qırxmaq üzrə ustasan, sən ondan danışma. Sən mənə deyəm, məsələn, mən deyə bilərəm, bax, dünyada fizik, Einstein-lə güclü fizik yoxdur. Ondan qabaq Newton-da o kağıdı bastırdı. Məsələn, mən deyə bilərəm, dünyada ən güclü qəhrəman, Azərbaycanın ən güclü qəhrəmanı kimdir? Mübariz İbrahimov. Amma həqiqətən Azərbaycanın, dünyanın bir nömrəli dahi şəxsiyyətidir, daşşaq qırxmaq üzrə, daşşaq qırxmaq üzrə. İlham Əliyevin babası, Heydər Əliyevin atası, ya atalığı, bir nömrəli dahi şəxsiyyətdir. Bax, sənə bu dəqiqə doğru deyirsən $100 pul göndərirəm. Bir dənə Əli Rzadan başqa güclü daşşaq qırxan tapa bilərsən? Mən təslim olaram. Mən təslim oldum. Pas. Bax, 1 milyon pul verirəm, 1 milyon. Bax, burada dilənəcəm 10.000 pul verəcəm. 1 milyon biraz yalan, 10.000 pul verəcəm. Yəni, ən çox daşşaq qırxan və ən təcrübəli, ən dahi, ən gözəl daşşaq qırxan. Əli Rzadan üstün, İlham Əliyevin babasından üstün. Bir dənə daşşaq qırxan mənə tapın. Deyin ki, bu güclü daşşaq qırxan idi. Köpəyə oğluyam, 10.000 verməsəm oğraşam. Elə bir adam yoxdur. Bu adam düz deyir də, daşşaq qırxan dahi şəxsiyyətdir də, daşşaq qırxan.